Amay Ticarət Mərkəzində baş vermiş qətl ilə bağlı müxtəlif fikirlər formalaşıb. Hadisəni isə mərhumun ən yaxınından doğma qardaşı Elcan Yusubovdan soruşaq. İlk öncə çox təşəkkür edirəm bu hadisəni işıqlandırmaq üçün. Hadisə necə olub? 30 iyulda Amay Ticarət Mərkəzinin avtodayanacağında olub. Ondan bir gün əvvəl qətlə yetirən Sabir Camalov qardaşımı söhbət eləmək üçün çağırıb. Qardaşım da elə bilib ofisdə olacaq bu məsələ. Ofisə yox, qardaşımı avtodayanacağa çağırıb. Avtodayanacaqda 7 bıçaq zərbəsindən elə avtodayanacaqda da qətlə yetirib. Qardaşım böyük tikinti layihələrinin birində əmlak şirkəti açmışdı. Əmlak işi ilə, satışı ilə məşğul idi. Əmlak satışından bu da elə bil ki, Sabir Camalovu öz yanına işçi kimi götürüb. Hətta bəzi xəbər saytlarında qeyd olunub ki, Sabir Camalovun güya işçisi olub qardaşım. Bu bizim üçün elə bir fərqi önəm daşımır kim kimin işçisi olub. Sabir Camalovu yanına çağırıb işçi kimi, hətta rus dilində bildiyinə görə yanına dəvət edilib işçi kimi. Hadisə vaxtı Sabir Camalov bu tikinti layihəsində proses belədir ki, əvvəlcədən pul heç kimə verilmir. Evlər misal üçün satılır, əldə olunan faizlər hesaba köçürülür. Hesaba köçürüləndən sonra işçilərə verilir. Sabir Camalov da faiz gəlməmiş, hesaba pul köçməmiş əvvəlcədən pul tələb eləyirdi, ona çatacaq pulu. Heç bir ümumiyyətlə borc insanı öldürmək üçün səbəb ola bilməz. Bu qaldı ki, hələ belə bir xırda bir şeyə görə, yəni günahsız yerə görə qardaşım qətlə yetirildi. Mənim qardaşım heç kimə borclu olmayıb, yəni əlbəl heç kimdən borc götürüb ona borclu olmayıb. Gələcək faizlərdən ona çatacaq pulu əvvəlcədən istəyib, bu da deyib ki, faiz köçsün, sonra çıxardım verim. Yəni məsələ belə olub. Biz inanırıq ki, Azərbaycanda qanunlarına da inanırıq, dövlətimizə də inanırıq. İnşallah hadisəyə düzgün hüquqi qiymət veriləcək və Sabir Camalov qardaşımın yanında 5-6 ayda işləyirdi. 5-6 ərzində heç bir konflikt olmayıb. Sabir Camalov sadəcə iş prosesində gördü ki, bu işdə biraz pul var, biraz külli miqdarda yox, biraz pul var. Ayrıca tikinti şirkəti açdı. Qardaşım da dedi ki, açmısan, lap əla eləmsən. Sabir, sən get özün üçün işlə. Yox, Sabir Camalov haqda şikayətini bildirməyib. Axır bir ay ərzində aralarında elə Sabir Camalovun bir ay ərzində daimi tələbi oydu ki, ev satdığım evlərin faizi köçməmiş, hesaba pul köçülməmiş, pulunu əvvəlcədən ver. İstəyi buydu. İndi bəlkə də bunu ona görə istəyirdi ki, özünə ayrı şirkət açsın, bundan ayrılsın. Məqsəd nədir, heç kim bilmir. İnşallah da ki, bilinər də görək necə oldu, nətər oldu. Yox, son günlərdə qardaşımın hərəkətlərində hiss eləməmişik. Normal vaxtında işə gedib, vaxtında işə gəlib. Belə yox, elə bir şey olmayıb. Yəni Sabir Camalov bu qardaşımın evində, süfrəsində yemək yeyən, qardaşımın lap yaxınında evinə gəlib gedən bir adam olub. Yəni Sabir Camalovdan elə bir şey də biz gözləmirdik. Yox, başqa bir şey olmağına inanmıram. Olsaydı indiyə qədər yəni məlumatımız olardı. Bizi də yandıran odur ki, bir dənə günah tapaq ki, qardaşımın belə günahı olub boynuna ataq. Biz yəni ona görə yəni tapa bilmirik günahı.